Salam uşaqlar, bu gün biz Roblox'ta bıçaq oyunu var. Adı Knife Arena'dır. Bu gün biz onu oynayacağıq. Başlayaq oynamağa. Nəysə, görürsünüz ki, bəzi bıçaqlarım hazırdır və 2 dənə bıçağım qalıb. Qalıb 2 dənə bıçağım. Onları da açmaq üçün gərək neçə yazıb? Neçə yazıb oradaydı bu? 5000 nəfər öldürür. Hələ ki 3000'dir. Bitti. Ama siz abone olmayı unutmayın. Arkadaşlar size beğendim benim dediğimi. Değil mi uşaqlar? Siz adı nədir? Özüm yarattım seni görmelisin. Mihal. Bunlar yoxsa bunlar değil. Komikte yapalım. Hayır, ben yoxdur Knife Arena'da. Ama ben başka şey oynayaq. Ormanda 99 gecə istəyərdim, amma indi alım yoxdur. Baxmaq istəyirsiniz, açılması görsədim nə qədər yaşamsam. Baxın görün neçə gün yaşamışam. Özü də tək Allah haqqı nəyim var deyirəm, tək yaşamışam. Baxın. Əvvəl mənim bir dənə hesabım var idi, orada Cyber klası var idi. Uşaqlar, məndə rus dilindədir telefon, rus dilində oxuyuram ona görə. Bir də uşaqlar, kommentdə yazarsınız da Roblox'dan adlarınızı. Sizin hamınızı Roblox'da dostluq atacağım. Yaxşı uşaqlar. Ne oynayalım? Uşaqlar, gene burada davet edir kimdənsə. Uşaqlar, anonsa tavsiz bilsə ki, mən söyüş söyləyəm deyirsiniz. Mən söyüş söyləmirəm öz YouTube'umda. Harda istəyirsiniz, rahat baxın, mən söyüş söyləmirəm. Başqa YouTuber'lar kimi ya söyüş söyləmirəm. Böyle YouTuber'ım elə. Uy. Kaç şey çıxdı. Yaxşı uşaqlar, bir dənə söz deyim, oyunu sonra oynayarıq, indi alım qalmadı. Gəlin bir də şey deyəcəyəm, abunə olun, sağ olun. Bir də uşaqlar, kommentlərdə adınızı yazın Roblox'dan.